Bu videonu sadəcə öz izləyicilərimin baxmasını istəyirəm. Yəni mənə abunə olmuş şəxslərin və yeni gələnlərin. Bürcünüz fərq eləməz. Oxatan oğlaq, şirəkizlər. Fərq eləməz. Bugün mən sadəcə astrologiyanı bir elm sahəsi kimi qəbul etmiş və buna inanan, dərinliklərini də öyrənmək istəyən və astrologiyanın gizli sirrini mənimlə birlikdə aşkara çıxaracaq insanlarla söhbət eləyəcəm. Və əziz izləyicilər, biz doğulduğumuzdan bəri göy üzündə hər bir planet fərqli ulduzda qovuşumda olur. Əgər belə bir qovuşum varsa təbii ki, bəzən olur, insana görə dəyişir, bəzən olmur. Və biz deyirik, məsələn, filan vaxtı doğulmuşam, məsələn, iyunun 5-i doğulmuşam, mən əkizlər bürcüyəm. Və yaxud avqustun 15-i doğulmuşam, mən bir şir bürcüyəm. Tutaq ki, deyirəm. Astrologiya sadəcə sizin hansı bürc olmağınızdan asılı deyil. Çünki, məsələn, belə deyim, elə əqrəb bürcləri var ki, məsələn, deyərsiniz, yox, bu heç əqrəb deyil, heç əkizlər deyil. Çünki bu insanın tamamilə doğum xəritəsindən asılıdır. Məsələn, elə insan var ki, öz bürcü əkizlərdir, amma gəl ki, çox disiplinlidir, az danışır və heç sosial deyil. Bunların hamısı doğum xəritəsindən çıxır. Və doğum xəritəsindəki bir çox şey bizim taleyimizdən, belə deyim, taleyimizi göstərir, taleyimizdən asılıdır deməyim. Çünki, məsələn, biz həyatda görürük, insanlar var ki, o qədər bir şey üçün çabalayırlar, o qədər bir işə sahib olmaq üçün. İnsan var, heç çalışmadan gedir, bəzi şey əldə edir. Amma elə də insanlar var ki, bu şəxslər özlərini şanssız adlandırırlar, o qədər dəyər verirlər və yaxud bir işdə digərlərindən daha çox məsuliyyət daşıyıb, daha çox çalışırlar, lakin bu insanların bəxti gətirmir. Halbuki bu insanlar özləri üçün düzgün karyera yollarını və özləri üçün düzgün uğur qazanacaq addımları bilmirlər. Və bunu bilməyəndə insan yavaş-yavaş özünü kəşf eləməyə başlayır və fərqli sahələrə atır. Fərqli sahələrə atdıqda da yenə də ortaya bir şey çıxmır. Çünki bu sahələr bəzən həddindən artıq səhv sahələr olur. Tam bu vaxtı astrologiya elminə inanan insanlar astroloqlara başvururlar. Məsələn, mənim kimi. Mən gündə onlarca doğum xəritəsinə baxıram və insanlara yol göstərirəm. İndi isə mövzumuz biraz uzaqlaşdı, sanki iş mövzusuna, karyer mövzusuna getdi. Mən qapaq şəklində yazmışam ki, nə zaman evlənəcəksən? Bəli. Bu məsələyə gələndə doğum xəritəsində bizim nə zaman evlənəcəyimiz, necə bir partnerimizin olacağı, hətta bizim üçün uyğun partnerlər doğum xəritəsində verilir. Amma necə? İndi gəldik buraya. Bəzi insanlar var ki, həyatları boyunca partnerlərini səhv seçirlər. Amma təbii ki, sevirlər, təbii ki, aşiq olurlar. Bu ürəklə bağlı şeydir. Ürək hər şeyə qona bilir, ota da qona bilir, nəysə. Və bundan əlavə olaraq sonra tamamilə artıq münasibət formalaşdıqdan sonra cütlüklər əslində bir-birləri üçün səhv insan olduqlarına və yaxud düzgün insan olmadıqlarını görürlər. Halbuki bu insanların doğum xəritələri bir-birindən çox fərqli olur. Məsələn, düşün, mənim Merkurim əkizlərdir, sənin Merkurin oğlaqdır. Biz necə yola gələsik? Təbii ki də heç cür yola gələ bilməyəsik. Ki, burada dərəcələr də var, burada ev məsələləri də var, burada qovuşumlar da var, təbii ki. Bu qədər asan deyil bunları bilmək. Amma biz hər zaman ki, mən doğum xəritələrinə bir insanın baxdığı zaman hər zaman qarşı tərəfin də doğum xəritələrinə baxıram, cütlüklərin. Çünki bundan əlavə olaraq doğum xəritəsində fərqli cütlüklərin, yəni biz bu mövzuda anlaşa bilmirik və yaxud gələcəkdə nə kimi problemlərlə üz-üzə gələ bilərik kimi. Bunların hamısının cavabı sizin doğum xəritələrinizdə var.
Təbii ki də mən bunları astrologiya elminə inanan və yenə deyirəm, bunu bir elm sahəsi kimi ki, bu sübutlanmış bir şeydir. Bu əsrlər boyunca dində belə yəni adı keçir astrologiyanın. Və belə. Bundan əlavə elə insanlar var ki, heç potansiyeli yoxdur həyatda. Bu insanlar heç nə eləmək istəmir. Heç nədən başları çıxmır və özləri də heç nə eləmək istəmir. Amma gəl ki, bu şəxslərin doğum xəritəsində bir kraliyyət ulduzları olur. Nədir bu kraliyyət ulduzları? Mən bunları əvvəlki videolarımda saymışam adlarını. Bu kraliyyət ulduzları, səs üçün üzrlü sayın. Bu kraliyyət ulduzları əgər sizin doğum xəritənizdə varsa, sizin qismətiniz ər ya da gec günün birində qapanmamaq üzərinə çox mükəmməl bir şəkildə açılır. Yəni bu kimi insanların çabalamaqlarına heç cürə gərək qalmır. Yəni məsələn, insan var, həyatı boyu, məsələn, doğum xəritəsini atır mənə. Baxıram, bu insan bankrot olub, bu insan çox çətin yollarla qarşılaşıb. Amma gəl ki, doğum xəritəsində bir kraliyyət ulduzu var ki, bu hər kəsdə olmur. Bir çox şeyin cavabını tapmaq istəyir. Və bugün əslində mən sizə biraz qarışıq anlattım. Çünki Astrotita heç zaman videoya bu qədər dalmamışdı. Biraz fərqli cəhətdən giriş eləməmişdi. Çünki ümumi bir videodur. Sadəcə öz izləyicilərim məni izləsin istəyirəm. Yəni, qısacası, doğum xəritələriniz sizə bir çox şey deyir. Özünüzü dəli kimi yorduğunuz o karyera bəlkə sizin üçün düzgün deyil. Bəlkə uğruna hər şeyi verdiyiniz o partner sizin üçün düzgün bir şəxs deyil. Bunların hamısının cavabı sizin doğum xəritələrinizdə əks olur. Bunların dərəcələri olur. Qovuşum evləri olur. Hansı gün, hansı elə vaxt olur bir planet filan dərəcədə bu ulduzla, məsələn, tutaq ki Sirius, tutaq ki Regulus, bunlarla əlaqədə olur. Bax, bunlar sizin üçün çox önəmli günlərdir. Hər şeyə yenidən başlamaq üçün təkrardan ümid var, əziz dostlarım. Qısacası, əgər siz də öz doğum xəritənizi mənə Astrotitaya rəylətmək istəyirsinizsə, aşağıya yazacağım. TikTok səhifəm Astrotita, mənimlə əlaqə saxlaya bilərsiniz. Sağ olun və özünüzə yaxşı baxın.